Brendlərin yanlış yazılma mövzusunu biraz sizə daha açıqlamaq istəyirəm. Bilirəm ki, çoxunuz gülürsünüz, maraqlıdır, gülməlidir. Amma bunun bir səbəbi var, deyim sizə. Elə bilirsiniz Çinlilər düz yaza bilmir, kopya edə bilmir. Hamımız bilirik ki, kopyanı çox gözəl bacarırlar bunlar. Burada səbəb başqadır. Burada səbəb birinci dövlət qurumu var. Onlar bu brendləri tapanda müsadirə edir, cərimələr var, bir də iş düşür. Yəni həqiqətən iş düşür. Adam var, fabrikatda başqasının kopyasını eləyirdi. 2 il yatdı türmədə çıxdı, fabrikasına davam elədi. Ona qədər yoldaşı fabrikanı idarə edirdi. Məhz ona görə Çinlilər brendlərin oxşar səslənməsini istifadə edir. Çünki sıravi Çinlilər əslində bu ingilis dilində oxumağı tam da oxuya bilmir. Onun üçün bir hərf qabaqda, bir hərf arxada o qədər də böyük fərq eləmir. Gördüyünüz kimi normal da yaza bilirlər, az deyil. Və sizə bir misal gətirim ki, təxminən siz də eləsiniz. Niyə? Məsəl üçün Çincə bir iroqlif yazılsa, ad ya brend ya da bir tablo, siz başa düşəcəksiniz orada nə yazılır və yaxud da orada o iroqlifin quyruğu biraz belə qatdalanır, yoxsa qatdalanmır. Başa düşəcəksiniz, xeyr, başa düşməyəcəksiniz. Çox vaxtı o qədər dili bilməlisən ki, onu başa düşəsən. Onlar üçün də eynidir. İngilis dilində Chanel, Chanok, nə yazdırsa bu görür ki, şey, oxşar bir şeydir. Okeydir, Chaneldir yəqin ki. Sağ olun, görüşərik. Bay bay.